Üstəlik bürcülər Oğlaq Boğa qız bürcülərini 18 maydan belə deyim də 25 maya doğru nələr gözləyir torpağın sürülərini. Birinci oğlaqlardan başlasaq, oğlaqlar hər videoda deyirsiniz ki, oğlaqlarla bağlı nə problemimiz var, niyə oğlaqları istəyirsiniz? Heç bir problemim yoxdur. Sadəcə gördüklərimi sizə bildirirəm. Oğlaqlar belə bir şey deyim sizə, o qədər onun başını buna, bunun başını ona qoymaqla, ona buna yamamaqla həftəni yola verməyi bacaracaqsan. Bu həftənin gedişatında istədiyiniz güc, istədiyiniz aktivləşmə həftə boyu yoxdur. Deyim, o istədiyiniz rahatçılıq olacaq, şəxsiyyətlə əlaqədar beyninizin sakitçiliyi olmayacaq. Elə bir daim hər şeyi əldən itirəcəyiniz, hər şeyi parçalanmada qoyacağınız, hər şey zaman çərçivəsinə doğru durğunluqda saxlamağınız elə bir ki, bir balaca ciddi bir şəkildə boşluq yaradacaq. Keçmişdən gələcəyə doğru bəzi xəbərləri eşidəcəksiniz özünüzün, ailəvinizin, şəxsiyyətinizlə bağlı. Bu maddiyyata aid deyil. Həmin xəbərlər sizi ciddi bir şəkildə sarsıldacaq. Heç nə beyninizdə qurmadığınız formada olacağını görəcəksiniz. Elə bir balaca ümidsizliyə düşəcəksiniz. Keçmişin gələcəyinizdə həddən artıq çox aktivliyi özünüzü yeniləməyiniz, özünüzü kəşf etməyinizlə bağlı problemlər yaradacaq. Maddisal qüvvə baxımından oğlaqlar böyük bir maddiyyat görmədim, amma şəxsiyyət və ailəvinizlə, münasibətinizlə bağlı kartlar ciddi bir qərar olduğunu, ciddi bir həftə olduğunu sizə bildirir. Yəni bu həftə böyük bir qərara verməli olduğunuzu sizə bildirir və bu qərarlarda belə deyim də parçalanmış da və yarımçıq olsa da verəcəksiniz. Maddisal gücünüz olduğunu görmürəm, sağlamlıqla əlaqədar bilmirəm, nəfəs yollarında və boğaz sistemimizdə, nəfəs yollarımızda, qida borumuzda bəzi problemlər ola bilər, bunlara fikir verməlisiniz. 68% həftəvizi uğurlu edə bilərsiniz oğlaqlar. Boğa bürclərinə gələndə boğalar belə deyim də özünüz o qədər güclü olacaqsınız, o qədər emosional olacaqsınız. Belə mən istəyirəm, mən eləməliyəm, özünüzdə o qədər güc hesab eləyəcəksiniz. Bütün yarımçıq problemlərin öhdəsindən gəlməyi bu həftə bacaracaqsınız və belə deyim də uşaq kimi o qədər diqqət istəyəcəksiniz. Mənə diqqət ver, mənə sevgi verin kimi yanaşmalarınız. Beyninizin içərisində bu həftə boğalar öz sifətinizi göstərməyəcəksiniz, maskalanacaqsınız və insanlarla belə deyim də beyin məntiq oyunu oynamağı bacaracaqsınız. Bu həftə hər şey yarımçıqdır, çatdıra bilməyəcəksiniz. Çünki enerjinizi, düşüncələrinizi başqa bir istiqamətə, başqa insanlara yönəldib özünüzün tam gücünüzü, tam istədiyiniz kimi gedişat aparacağınızı görmədim. Çox şey yarımçıq saxlayacaqsınız, addım atacaqsınız, dayanacaqsınız, maddiyyatla bağlı mübadilələr edəcəksiniz, dayanacaqsınız. Tam özgüvənli vəziyyətdə belə deyim, 5 əli yapışacağınız bir vəziyyət hələ ki ümumi gedişatınızda aktiv formada görmürəm. Maddisalla bağlı aktiv şansınız 30%'dir. Güclü bir şans deyil. İstədiyiniz maddisal dəngəniz də yoxdur. Sadəcə olaraq bu həftə gizlənməklə çox şeydə gizlilikdə saxlayacaqsınız və insanlara sizi anlamağında çətinlik çəkəcəklər. 72%'ə qədər həftənizi uğurlu edə bilərsiniz. Bu həftənin uğurlarından biri də belə deyim də sizə, qız bürcüləri sizlərsiniz. Səbirsizliyiniz bir balaca sizi geri ata bilər, amma onunla bağlı evrenin sizə verdiyi şanslar, özgüvəniniz, öz üzərinizdə işləməyiniz, kitab olaraq, bilgi olaraq, məlumat olaraq balansı artırmağınız, beyninizdə yeni planlar qurmağınız, dost ətrafınızı böyütməyiniz, istəklərinizi zaman çərçivəsinə doğru gücləndirməyiniz sizdə həqiqi mənada belə deyim də güclü bir gedişat yaradacaq, güclü bir aktivlik yaradacaq sizin özünüzdə. Gözəl həftədir, şanslarınız çoxdur, ruhsal enerjiniz güclüdür, dominant idarə edici diksiya ilə əlaqədar, danışıqla əlaqədar özünüzü aktivləşdirə bilərsiniz. Sinə, ciyərlər və belə deyim də mədə-altı vəz, mədə ilə bağlı bəzi narahatçılar ola bilər qız bürcləri. Bunlara fikir verməlisiniz. Gözəl həftədə həftənizi uğurlu bir şəkildə, tələskən bir şəkildə aparmağınızı bacaracaqsınız. Ümumi dəyərləndirsək 83%'ə qədər uğurludur. Bu həftə 2 dənə şansınız olacaq. 2 dənə belə deyim də qapı açılacaq ki, həmin qapılardan istifadə etsəz, maddi mənəvi şəkildə qız bürcülər öz gücünüzü göstərməyi bizi mükəmməl şəkildə bacaracaqsınız. Bu zamandan və bu şansdan istifadə edin.